borsing istifadə etdiyim ərik ağacıdır. Bir ağacda görürsüz 6 dənə daşıya bilməyəcək. Bunu qıracam bəzilərini. Bu dövrdə də artıq çiçək vaxtı borsing istifadə etdiniz. İstifadə edin kalsi bordan. Mütləq kalsi bor istifadə edin. Baxın hər birində tutub meyvələr. Baxın belə deyim, baxın burada da tutub, burada da tutub. Yəni zəif deyil. Amma belə bir şey deyim, borsing vurmadığım hissədə tutum çox zəifdir. Baxın. Bu hissə baxın bir dənə, o hissədə də bir dənə. Yəni borsing istifadə etmədiyim hissələrdə tutum çox zəifdir. Çalışın borsinglərdən həqiqətən istifadə edin çiçək vaxtı. Və bu təbii bir mayalanmanı yaxşılaşdırır da. Təbii şəkildə mayalanma prosesini yaxşılaşdırır. Suallarınız olarsa da verə bilərsiniz. Neçə qram, neçə litrə, və s. və ilə axır. Çox sağ olun.